Bəzi ölkələrdə məsələn cərimələr gəlirə görə hesablanır. Mən, Səncə bu model Azərbaycanda Məncə bu belə olmalı deyil. Necə oldu? Sənin qazancın azdır, sən zibili yerə atacaqsan. Mənim qazancım çoxdur, mən zibili yerə atmayacağam. Zibili yerə atmaq olmaz. Bu mədəniyyətsizlikdir. Zibili, nə bilim, qatarda pəncərədən atmaq olmaz. Bu mədəniyyətsizlikdir. Mən xatırlayıram ki, 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında highway ilə gedərkən ağzımdan saqqızı çıxartdım, pəncərəni saldım aşağı və pəncərədən atdım. Bu məqamda mənim xalam qızı Amerikada yaşayır, Amerika vətəndaşıdır, hüquqşünasdır. Deyir, nə edirsən sən? Deyir, amma saqqızdır da balaca, o highway'da bilirsiniz, o sürətli yoldur da. Nədir bu saqqızla nə olacaq? İndi yadıma düşəndə utanıram. Deyir ki, yox, sən nə danışırsan? Bu olmaz, nə bilim nə? Bunun da cəriməsi $1000'dır. Deyirəm, bəs hardan biləcəklər? Yoldur burada. Deyir, hər yerdə kamera var. Yəni buna deyir, Amerikada heç kəsin heç vaxt etməyəcəyi bir cərimə deyilir. Və əgər yenə deyirəm, biz inkişaf etmiş ölkələrə gedirik, onların səliqə səhmanı, onların sıralama gözləmə mədəniyyəti, onların cəmiyyətdə bir-biri ilə ünsiyyət qurması xoşumuza gəlirsə və biz bunu cərimələrsiz nail ola bilmərik.